Salam uşaqlar. Bugünkü mövzumuz 7-ci sinif Azərbaycan tarixi dərsimizin 21-ci mövzusu olan Həsən Padşah və varisləri mövzusudur. Gəlin baxaq Həsən Padşah kim idi? O və onun varisləri Azərbaycanda hansı dövlət yaratmış və idarə etmişdilər? Bugünkü mövzumuz bundan bir əvvəlki mövzumuz olan Qaraqoyunlu dövləti mövzusu ilə bənzər və əlaqəli olduğuna görə tez-tez müqayisələr aparacağıq. Eləcə də bu dövlətin yaranması prosesi üçün də keçərlidir. Biz Qaraqoyunlulardan danışarkən demişdik ki, Qaraqoyunlu dövlətini yaradanlar əslində Azərbaycanda qədim zamanlarda yaşamış Oğuz türkləri idilər. Lakin Monqol yürüşləri zamanı onlar köç edərək Şərqi Anadoluda məskunlaşmışdılar. Demişdik ki, deməli Qaraqoyunlular harda? Van gölü ətrafında, Şərqi Anadoluda Van gölü ətrafında məskunlaşmışdılar. Ağqoyunlular da ondan biraz daha qərbə gedərək Diyarbəkir ətrafında özlərinə məskən saldılar. Və bu tayfalar 14-cü əsrin sonlarında Bayandurlu nəslinin nümayəndəsinin başçılığı ilə özlərinə mərkəzi Diyarbəkir olan feodal hakimlik yaratdılar. 1453-cü ildən isə Bayandurlu feodal hakimliyi və yaxud da Ağqoyunlu feodal hakimliyinə Uzun Həsən başçılıq etməyə başladı. Niyə Uzun Həsən? Çünki fiziki cəhətdən uzun idi, güclü idi, uca boylu idi. Ona görə də bu mənbələrdə həm də Uzun Həsən kimi xatırlanır. Uzun Həsən təbii ki, özünə, öz başçılığı ilə daha doğrusu Azərbaycanda qüdrətli bir dövlət yaratmaq siyasəti yeridirdi. O gələcək planlarına çatmaq üçün isə dövləti iqtisadi və strateji cəhətdən gücləndirməyə çalışırdı. Bunun üçün ilk addım olaraq o Qara dənizin sahilində yerləşən Trabzon imperiyası ilə qohumluq əlaqəsi yaradaraq Qara dənizə çıxış əldə etdi. Bunun nəticəsində isə Azərbaycan tacirləri Trabzon vasitəsilə Qara dənizə əlverişli çıxış əldə etdilər. Biz danışırıq 15-ci əsrin ortalarından, hətta artıq 60-cı illərinə doğru və əvvəlki mövzumuzda biz demişdik ki, bu dövrlərdə Cahanşahın hakimiyyətinin sonuna yaxın, deməli, ölkədə iri əyanların özbaşınalıqları güclənmiş, qiyamlar baş vermiş, mərkəzi hakimiyyət, Baharlı sülaləsinin hakimiyyəti zəifləmiş, xalqın güzaranı isə pisləşmişdi. Belə bir vəziyyətdə 1467-ci ildə Uzun Həsən Qaraqoyunlular üzərinə yürüş eləyərək 1467-ci ildə Muş döyüşündə Cahanşahı məğlubiyyətə uğratdı və Cahanşah hətta bu döyüşdə həlak oldu. Bir ildən sonra və yaxud bir neçə aydan sonra 1468-ci ildə Uzun Həsən Təbrizə daxil oldu və sonuncu Qaraqoyunlu nümayəndəsi olan Həsən Əlini hakimiyyətdən kənarlaşdıraraq özü şah taxtına çıxdı. Beləliklə Azərbaycanda yeni Bayandurlu sülaləsinin və yaxud da Ağqoyunlular dövlətinin əsası qoyulmuş oldu. Gəlin baxaq xəritədə Ağqoyunlu dövləti hansı əraziləri əhatə eləyirdi? Uşaqlar, biz Qaraqoyunlu dövlətini də keçəndə demişdik ki, Azərbaycanın Kürdən cənubdakı əraziləri, çünki şimalda bizim Şirvanşahlar dövlətimiz var idi. Azərbaycanın Kür çayından cənubdakı əraziləri, Şərqi Gürcüstan, Şərqi Anadolu, Ərəb İraqı, Əcəm İraqı bu ərazilər adlandırılır. Mərkəzi İran ərazilərinin daxil olduğu geniş ərazili bir dövlətin əsasını qoydu Uzun Həsən. O, deməli, yarımköçmə tayfaları, feodal əyanlarını mərkəzi hakimiyyətə tabe edərək nizami ordu yaratdı. Dövləti gücləndirməyə, belə deyim də, tədbirlər həyata keçirdirdi. Eyni zamanda artıq 15-ci əsrdir, qonşularımızın odlu silahı var və biz də odlu silah deməli, əldə istehsal etməyə təşəbbüs göstərmişik. Gəlin baxaq görək, buna nə dərəcədə nail ola biləcək Uzun Həsən və eləcə də onun varisləri. Baxırıq burada Uzun Həsənin Avropa dövlətləri ilə, eləcə də digər qonşuları ilə olan əlaqələrinə. Biz dedik ki, Uzun Həsən Trabzon imperiyası ilə qohumluq əlaqəsi yaratmışdı. Nə idi bu Trabzon dövləti? Trabzon dövləti Bizans imperiyasının bir növ qalıntısı idi, belə deyək. Biz bilirik ki, 1453-cü ildə 2-ci Mehmet İstanbul, Konstantinopol tutaraq Bizans imperiyasının varlığına son qoymuşdu. Trabzon isə burada öz varlığını saxlamağa davam eləyirdi.
Hə, ikinci Mehmet təbii ki, bunu belə qoymaq niyyətində deyildi və Trabzonu ələ keçirmək istəyirdi. 1461-ci ildə bu məqsədlə yürüşə başlayacaqdı. Eee, Uzun Həsənin isə Trabzon, Qara Dənizə çıxışıdır. Buna görə də o Osmanlı ilə müharibə etmək gücündə, iqtidarında olmadığına görə, o dövrdə Şərqdə diplomat qadın kimi tanınan və hörmət sahibi olan Sara Xatunu, anası Sara Xatunu 2-ci Mehmetlə diplomatik danışıqlara göndərir. Sara Xatunun qarşısında iki məqsəd var idi. Birincisi 2-ci Mehmeti Bayandurlularla müharibə fikrindən daşındırmaq, ikincisi isə Osmanlı qoşununun Trabzonu fəth etməsinə imkan verməmək. Hə, Sara Xatun birinci məqsədinə nail olur. İkinci Mehmet onu hörmətlə qarşılayır, ana deyə müraciət eləyir və onun yeni yaranmaqda olan, hələ daha doğrusu yaranmayıb dövlət. 1461-ci ildir. Biz bu dövləti yaratmamışıq. Sadəcə Osmanlı ilə olan münasibətləri daha yaxşı başa düşək deyə 1461-ci ildən başlayır hadisələr. Burada kitabda xronoloji ardıcıllığı bunun üçün pozmuşuq. Ağqoyunlularla deməli müharibə etmək fikrindən daşındırır. Amma məsələ Trabzon söhbətinə gələndə 2-ci Mehmet deyir ki, yox Sara ana, sən bağışla, mən bu işi belə qoya bilmərəm. Burada niyə görə qalsın ki Trabzon? Yəni bu boyda Bizans imperiyasını özümə tabe etmişəm, varlığına son qoymuşam. Bu Trabzonun burada qalmağı yersizdir. Onda Sara Xatun deyir ki, yaxşı, bəs Trabzon imperatorunun qızı mənim gəlinimdir. Heç olmasa onun cehizini, gəlinindir, varislik hüquqlarını irəli sürür və Trabzon xəzinəsinin bir hissəsini 2-ci Mehmetdən ələ keçirtməyi bacarır. Deməli, burada indi bu hissədə görsənmir, Osmanlı imperiyası güclənməkdədir. Eləcə də Ağqoyunlular 68-ci ildə dövlət yaratdılar. Müəyyən bir artıq nüfuz sahibidirlər. Qərbi Avropanın isə Osmanlı ilə münasibətləri yaxşı deyil. Niyə yaxşı deyil? Çünki 2-ci Mehmet Bizansın varlığına son qoyub, bu ərazilərdən keçən ticarət yollarını ələ keçirdib, öz istədiyi kimi gömür rüsumu qoyub və Avropada bu rüsumlarla hesablaşmaq məcburiyyətindədir. Ağqoyunlu dövlətinin yaranması, güclənməsi və müəyyən mənada Osmanlılarla olan intriqaları Avropa üçün bir fürsət idi. Onlar Həsən Padşahın yanına öz elçilərini göndərdilər, Təbrizə nümayəndələrini göndərdilər. Deməli, hansı dövlətlərdir? Venesiya, Vatikan, Neapol, bunlar İtaliyanın şəhər dövlətləridir. Macarıstan, Kipr dövlətlərinin nümayəndələri gələrək Osmanlıya qarşı hərbi ittifaq yaratmaq haqqında təkliflər irəli sürdülər. Venesiya dövləti ilə də belə bir hərbi ittifaq bağlandı. Çünki Uzun Həsənin odlu silahı yox idi. Venesiyalılar Aralıq dənizinin sahillərinə Uzun Həsənə odlu silah gətirəcəklərinə dair söz verirlər. Və Uzun Həsən bu vədə inanaraq Osmanlılar üzərinə yürüşə başlayır. 1472-ci ildə Aralıq dənizinin sahillərinə doğru irəliləyir. Amma Venesiyalılar öz vədlərinə əməl etməmişdilər. Əksinə hələ Osmanlılarla gizli danışıqlara da başlamışdılar. Çünki bir növ onlarla münasibətlərini pozmamağa, güclənməkdə olan Osmanlı dövləti ilə vəziyyəti gərginləşdirməməyə çalışırdılar. Gəlib çıxmış Aralıq dənizinin sahillərinə 1478-ci ildə Beyşəhər ətrafındayıq. 2-ci Mehmetin odlu silahı var, bizim isə yoxumuzdur. Təbii ki, bu döyüşdə Ağqoyunlular məğlubiyyətə uğrayacaqdılar. 1473-cü ildə tərəflər arasında növbəti qarşılaşma baş verir. 2-ci Mehmet 100 minlik qoşunla döyüşə başlayır və bu qoşun Ağqoyunlulardan daha çox idi. Həsən Padşah Osmanlıları Malatya yaxınlığında puskuya salaraq məğlubiyyətə uğratmağa nail olur. Lakin o 2-ci Mehmet üzərinə yürüşü davam etdirmir. Buna görə də 2-ci Mehmet öz qüvvələrini nizama salmağa imkan taparaq 10 gündən sonra Uzun Həsənin üzərinə növbəti yürüş edir. Otluq beli adlanan yerdə tərəflər arasında ikinci döyüş baş verir. Bu döyüşdə Uzun Həsən məğlubiyyətə uğrayır.
və belə deyim də, hətta özünün mövqeyi də artıq zəifləyir. Amma bu döyüş hər iki tərəfə baha başa gəlmişdi. Hər iki tərəf xeyli itkilər vermişdi. Buna görə də 2-ci Mehmet döyüşləri davam etdirmədi və bunların arasında bir növ sabitlik meydana gəldi. Uzun Həsənin təkcə Osmanlı ilə yox, eləcə də özünün şimal qonşuları ilə, ruslarla, Qızıl Ordu ilə də münasibətləri var idi. 1475-ci ildə Moskva knyazı olan 3-cü İvan Bayandurlu sarayına elçi göndərib Qızıl Orduya qarşı ittifaq təklif eləmişdi. Amma Qızıl Ordu xanı daha erkən tərpənib bir müddət əvvəl Uzun Həsənin hüzuruna qiymətli hədiyyələrlə gələrək onun sərhədlərini pozmayacağına dair təminat almışdı. Yəni bu məlumat bizə nəyi göstərir? Qonşularının Moskva knyazlığının, eləcə də Qızıl Ordunun hesablaşacağı qədər Bayandurlu dövlətinin nüfuzunun olması barədə məlumat vermiş olur bizə. Həsən padşahın varisləri kimlər idi? Onun vəfatından sonra 1478-ci ildə taxta oğlu Yaqub çıxır. Yaqubun dövründə Uzun Həsənin Şirvanşahlarla olan dostluq münasibətləri davam etdirilir, hətta onlarla qohum olaraq münasibətləri biraz daha möhkəmləndirir. Amma bu dövrdə Ərdəbil hakimliyi ilə münasibətlər pozulur. Halbuki Uzun Həsənin onlarla illərlə davam etmiş isti münasibətdə, hətta qohumluq əlaqələri var idi. Bu barədə bir sonraki mövzumuzda daha geniş danışacağıq. Yaqubun hakimiyyəti dövrü sabitlik dövrüdür. 90-cı ilə qədər hakimiyyətdə olur. Onun ölümündən sonra artıq ölkədə daxili çəkişmələr və tez-tez taxt çevrilişləri baş verməyə başlayır. Yaqubdan sonra hakimiyyətə oğlu Baysunqur gəlir və cəmsi 2 il hakimiyyətdə olur. Yaqubu, daha doğrusu Baysunquru hakimiyyətdən Həsən padşahın başqa bir nəvəsi olan Rüstəm uzaqlaşdırır. Bunların arasında Bərdə döyüşü baş verir. Rüstəm qalib gələrək taxta çıxır. Baysunquru isə hakimiyyətdən kənarlaşdırmış olur. Rüstəmin dövründə deməli çoxlu soyurqal paylanmağı ilə yadda qalır. O köçəri əyanların, hərbi köçəri əyanların rəğbətini qazanmağa çalışırdı. Bunun üçün də çoxlu soyurqal paylayırdı. Soyurqalın nə olduğunu yadımıza salırıq. Yəni düşünüb xatırlayırıq ki, soyurqal nə idi. Və Rüstəmi də hakimiyyətdən 1496, yəni cəmsi 4 ildən sonra Uzun Həsənin bir başqa nəvəsi olan Əhməd uzaqlaşdırır. Onların arasında Naxçıvan döyüşü baş verir. Rüstəm məğlubiyyətə uğradılır və Əhməd hakimiyyəti ələ keçirir. Əhməd islahatlar keçirməyə çalışırdı. Mərkəzi hakimiyyəti gücləndirməyə çalışırdı. İqtisadi vəziyyəti qaydaya salmağa çalışırdı. O bir çox islahatlar keçirmiş, 20-yə qədər vergini də ləğv eləmişdi. Amma təbii ki, vergilərin ləğvi əyanların narazılığına səbəb olur, qiyamlar baş verir və 97-ci ildə Əhmədi öldürərək taxtdan kənarlaşdırırlar. Əhməddən sonra hakimiyyətə gələn Həsən padşahın bir başqa nəvəsi Muradın dövründə onun əmsi oğlu Əlbənd deyir ki, xeyr ola, sən hakimiyyəti tək başına yiyələnməlisən. Bunların arasında mübarizə baş verir və dövləti 2 hissəyə bölürlər. Baxırıq xəritəyə, Azərbaycan və Şərqi Anadolu əraziləri qalır Əlbəndə. İran, Kirman, İraq isə, yəni digər ərazilər isə İran, Kirman və İraq əraziləri isə keçir Muradın hakimiyyəti altına. Və bu Əbhər sazişi, bunların arasında 1500-cü ildə bağlanmış Əbhər sazişi demək olar ki, artıq Ağqoyunlu dövlətinin sonunun gəldiyini bizə göstərir. Gəlin bura qədər olan biliklərimizi öyrəndik. Yadımıza salaq. Deməli, dövlətimiz, Ağqoyunlu dövləti neçənci ildə yaranmışdı? 1468-ci ildə. Paytaxtımız Təbriz şəhəri idi. Dövləti kim yaratmışdı? Uzun Həsən. Uzun Həsənin hakimiyyətini biz 2 dövrə bölürük. 1453-cü ildən 68-ci ilə qədər olan dövrü bəylik dövrü. 68-ci ildən sonraki dövrü isə hakimiyyəti və yaxud da hökmdarlığı dövrü. Yəni, bu hesabla götürsək, məsələn, 1461-ci il
məsələləri, Trabzon məsələləri Uzun Həsənin hakimiyyəti dövrünə düşür, yoxsa bəylik dövrünə? Təbii ki, bəylik dövrünə təsadüf edir. Bəs yaxşı, 70-ci illərdə baş verən döyüşlər, bunlar isə artıq, bəli, Uzun Həsənin hakimiyyəti, Ağqoyunlu dövlətinə təsadüf eləyir. 68-ci ilə qədər Ağqoyunlu bəyliyi, 68-ci ildən 1503-cü ilə qədər isə Ağqoyunlu dövləti deyəcəyik. Uzun Həsən hakimiyyətə dövləti yaratmamışdan əvvəl hakimiyyəti möhkəmləndirmək üçün kimdən qohumluq əlaqəsi yaratmışdı? Trabzon hakimləri, Trabzon imperiyası ilə. Trabzon imperiyası ilə qohumluq əlaqəsi Uzun Həsənə hansı dənizin sahilinə çıxış imkanı vermişdi? Qara dəniz sahilinə. Bəs yaxşı, 2-ci Mehmetlə döyüşə gedərkən onların qarşılaşdıqları dəniz hansı idi? Aralıq dənizi. Bunları qarışdırmırıq, yaxşımı uşaqlar? Uzun Həsən Osmanlı qoşununa qarşı hansı Avropa dövləti ilə ittifaq bağlamışdı? Venesiya ilə. Uzun Həsənin hakimiyyəti neçənci ilə qədər olacaq? 1478-ci ilə qədər. Uzun Həsəndən sonra hakimiyyətə gələn hökmdarlarımıza baxırıq. Adətən bunları uşaqlar qarışdırırlar. Baxın, Yaqub, birinci Yaqubdur. Uzun Həsənin oğlu Yaqubdur. Yaqubdan sonra deməli hakimiyyətə kim gəlir? Baysunqur. Gəlin bura yazaq. Baxın, Yaqubun adı necə başlayır? Daha doğrusu necə bitir? Yaqub. Elə yazacağam bura B. Yaqub. Yaqubdan sonra Baysunqur. Baysunqur hansı hərflə bitdi? R hərfi ilə. Baysunqurdan sonra da Rüstəm. Yaqub, Baysunqur və Rüstəm. Bu ardıcılıqla Yaqub, bu hərfi B ilə başlayır. Baysunqur. Baysunqur R ilə bitir, gələcək Rüstəm. Bu formada yadda saxlasaz, bunların hansı əvvəl idi, hansı sonra qarışdırmarıq. Yaxşı, Rüstəm padşah hakimiyyətə hansı döyüşlə gəlmişdi? Bərdə döyüşü ilə. Bərdə döyüşündə Baysunquru taxtdan salaraq hakimiyyətə ələ almışdı. Bəs Rüstəm özü hakimiyyətdən hansı döyüşlə getdi? Naxçıvan döyüşü ilə. Naxçıvan döyüşündən sonra hakimiyyətə hansı Ağqoyunlu hökmdarı gəlir? Əhməd padşah. Əhməd padşah nə etməyə çalışırdı? Mərkəzi hakimiyyəti gücləndirməkdən ötürü islahatlar keçirdirdi, 20-yə qədər vergini də ləğv etmişdi. Bu da ona qarşı qiyamlara gətirib çıxartdı və 1497-ci ildə hakimiyyətə kim gəldi? Murad gəldi. Bəs Muradın dövründə Ağqoyunlu dövlətinin taleyi necə oldu? Əbhər sazişi vasitəsilə dövlətimiz iki hissəyə bölündü. Şərqi Anadolu və Azərbaycan əlbəndə, İran, Kirman və İraq əraziləri isə Murada çatdı. 1503-cü ildə isə dövlətimiz süqut eləyəcək. Bu barədə növbəti mövzumuzda danışacağıq. Mövzumuz bu qədər. Hər birinizə uğurlar.